Ət ala bilməyənlər sümük suyu içsin. Türkiyəli həkim, daxili xəstəliklər və kardiologiya üzrə mütəxəssis professor doktor Canan Karatay mühüm tövsiyələr verib. Ət almaqda çətinlik çəkən vətəndaşlara müraciət edən həkim sümük suyunun faydalarına diqqət çəkib. Karatayın sözlərinə görə sümük suyunun tərkibində orqanizm üçün vacib olan minerallar, zülallar və yağlar mövcuddur. O, insanların daha çox sümük suyu, həmçinin paça və işkəmbə şorbaları istehlak etməsinin gün ərzində enerjili qalmağa kömək edə biləcəyini bildirib. Mənə deyirlər ki, ət baha olduğu üçün ala bilmirik. Tez-tez ət almağa imkanı olmayan şəxslərə sümüklü ət almağı məsləhət görürəm. Hər cür sümüyü aşağı temperaturda qaynadıb suyunu için. Sümük suyu gənc və uşaqlar üçün enerji mənbəyidir. Beyinlərini və başlarını inkişaf etdirir. O zaman şagird və tələbələr imtahanlarında daha yaxşı çalışırlar deyə Karatay bildirib.